Salam, mən mübarizəm. Birbaşa mətləbə keçirəm. May ayında qələbə günü məğlubiyyət günümüzlə, yəni Şuşanı itirməyimizlə yanaşı düşüb. Həm qələbə, həm də məğlubiyyət. Açığını deyim ki, hansından danışacağımı qətiləşdirmək üçün çox götür-qoy elədim. Arxivi araşdıranda təsadüfən əlimə 3 il əvvəl hazırladığım bir proqram düşdü. Yaxın oturun. İndi sizə təqdim edəcəyim proqram müharibədəki məğlubiyyətimiz haqqındadır. Məğlubiyyətdən qəddimiz əyilsə də, gəlin həqiqətin gözünə dik baxaq. Çünki müharibənin məğlubiyyəti də qələbəsi kimi müvəqqətidir. Yaxın oturun və bir şeyi yaddan çıxarmayın ki, biz hamımız müharibə deyilən bu qanlı oyunun ehtiyat oyunçularıyıq. Yaxın oturun, hökm qətidir. Qurbanov İlham Sabiroğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsiyle, 105-ci maddəsiyle, 113-cü maddəsinin 2-ci hissəsiyle, 260-cı maddəsinin B bəndi ilə təqsirli bilinir və bu qanunların əsasında aşağıdakı müddətlərə azadlıqdan məhrum edilsin. 105-ci maddəsi ilə 2 il, 113-cü maddəsinin 2-ci hissəsi ilə 7 il, 260-cı maddəsinin B bəndi ilə 8 il, 57-ci maddəsinin 1-ci hissəsi ilə əmlaki müsadirə olunmaqla ölüm cəzası. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Qurbanov İlham Sabir oğluna qəti əmlaki müsadirə olunmaqla ölüm cəzası təyin edilsin. Hökm qətidir, ondan kasasiya şikayəti və protesti verə bilməz. İlham Sabiroğlu Qurbanov 1970-ci il martın 18-də anadan olub. Azərbaycanlıdır. Orta təhsili var. Subaydır. 1992-ci il dekabrın 10-da savaşa yollanıb. 25 gündən sonra 1993-cü il yanvarın 4-də əsir düşüb. Düz 2 il 11 aydan sonra 1995-ci il dekabrın 7-sində əsirlikdən azad olub. Vətənə xəyanətdə günahlandırılır. Çoxlu sayda şahidlərin dediyinə görə əsir və girovlara qarşı çox amansız olub. Onları təhqir edib, döyüb, zorlayıb. Dünəndən sonra gecə yuxu görürmüsən? Yox. Hiç yatmışam ki yuxuda görürəm. İlham, mən səni neçə gündür görürəm. Mənim ilk nəzərimi cəlb edən sənin əlində o ana sözün oldu. Onu nə vaxt döydürmüsən əli üstünə? Onu döydürmüşəm əlin üstündə əsgərlikdə. Hələ Rus ordusunda xidmət eləyəndə. Adətən insana sual verəndə ki, dünyada ən əziz şey deyir. Candan əziz seçən yoxdur. Ancaq mənim üçün mənim canımdan əziz olan anamdır və vətənimdir. Mən bu tarzda da onun başını ana sözünün üstündə çəkərkən bu iki şeyi nəzərdə fikrimdə tutub çəkmişəm. Hərbi xidmətdə Əfqanistanda olmuşam. Xəstəxanada da bizi qoruyan o ermənilərdən Əfqanistanda olanlar da var idi, Bakıdan idilər. Məni buradan tanıyırdılar Bakıdan. Onlarla mən söhbət eləyəndə, gəlib söhbət eləyirdilər mənlə. Onlar mənə deyirdilər ki, Zahid deyir, görürsən də necə deyir, sizin millətdə alçaqlar var da.
Deyir, biz özümüz qorxuruq deyir ondan. Mənə deyir ki, mən özüm qorxuram ondan. Deyirəm, sən niyə qorxursan? Deyir ki, mən qorxuram ki, bizim komandirə deyər, Virej yollarda starşı gedirdi. Deyir, Virejə deyər, Virej bizi göndərər, rəisin əli ilə göndərər pozisiya. Deyir, bura amma sakit yerdə oturmuşuq burada deyir, gündə evə gəlib gəlirik. Belə fakt, ermənilər özləri mənə bunu deyir. Həmin o Virej, bir gün gəldi, girdi mənim yanıma, indi uşaqların içində, hərbi əsirlərin içində yaşlısı mən idim. Mənə deyir ki, qoca kaftar deyir, sən niyə gəlməsən bura deyir, Qarabağ istəyirsən deyirsən, torpaq istəyirsən, gedin bir lapatka torpaq gətirim, yegin bunu. İlham da yanıb yanında, əlini də vurur İlhamın çiyninə deyir, görürsən, İlham deyir, döyüşmək istəməyib, keçib biz tərəfə. Deməli, günortaya kimi ermənilər döyüldü bizi, işləyə-işləyə. Odunla, armaturla, kabellər olur, içərisini çıxadıb, üstü almışdı. Onunla. Günortadan sonra da İlhama imkan verdilər ki, daha doğrusu İlham da demirdilər ona, ləqəbi var idi, Füzuli. Füzuli deyirdilər. Sonra buna imkan verdilər ki, sən də başla. Səbəb də bu idi ki, biz vaxtında o verilən müddətdə verilən sahəni dağdan və buzdan təmizləyib qutara bilmirik. Bu da başladı bizi döyməyə. Sonra əlinə bunun bir torba keçdi. Və bilmirəm, onu ermənilər verdi, yoxsa özü götürdü, hardansa deyə bilmərəm. Çünki imkanımız yoxdur bizim baxmalardan. Bir neçə də vurdu bələni mən bura. Birinci böyüklər mənə dəydi başıma, sağ tərəfdən başıma. Mən bir azca da olsa qurşumu itirdim. Gözümün qabağı qaranlıq çaldı, müvazinətimi itirdim demək olur. Amma ki, yenə özümü əl aldım ki, yıxılsam daha çox döyüləcəm. Yenə lapatkanı götürüb qar təmizləməyə başladım. Bir 10-15 dəqiqədən sonra ikinci zərbə dəydi mənə. Başımın hardasa sol hissəsindən dəydi. Mən onda gördüm ki, nazik bir pəncəyə var eləyəndə, gördüm qanla damırda yatağım. Damdıqca da donur. İkinci, üçüncü evə vuranda mən buna bir yavaş çatdım ki, İlham bəsli, iki oğlansan, yığışdı və özdü. Amma məhəl qoymadı, söydü, təhqir elədi. Təkcə məni yox, orada işləyən uşaqlar da. Зовут меня Караваев Александр Юрьевич, со 6 года рождения. Родом я из Казани. С 1 декабря 1993 года по 19 сентября 1995 года я находился на Нагорном Карабахе, в частности в городе Степанакерте и в тюрьме Шуше, где, в общем-то, большую часть времени находился среди азербайджанских заложников и военнопленных. Был там такой Ильгам, называли его, кличка у него была Физули. Вот, он был назначен армянами среди заложников военнопленных там, которые содержались. Был у них старшиной, в общем-то, за исключением то, что не позволялось никому в этой тюрьме Шуша, он ходил в камуфлированной военной форме. Вот, часто я увидел, как он ходил с подносом, с кухни к начальнику тюрьмы. В общем-то, слышал я, как он неоднократно там избивал по коридору своих, как говорится, товарищей, то есть заложников военнопленных. Вот, слышал, как он кричал на них. Видел я, как, когда заложников выстраивали во дворе и военнопленных, что он, в принципе, практически ими командовал. То есть даже были случаи, когда он провоцировал сам армян на избиение этих заложников, в общем-то. Избивались практически все, не было исключения ни для кого, ни старики, как говорится, ни молодые. Вплоть до того, что в ход там шли и резиновые дубины, и черенки от лопат, которые разлетались просто в щепки, и даже металлические трубы. Ne vaxt ağlıma gələrdi ki, işlər bir gün belə gətirər və mənə ölüm hökmü kəsilər. Hacı yana mən inanmıram ki, mən ölüm hökmü kəsilib. Bu kəsildiyinə görə özün özü heç qınıyırsan ki, bəzi hərəkətlərə görə. Amma səmimi. Mən özümü bir şeylə qınıyıram ki, mənə sığışır. Ölüm kamerasında ölümün zəhmindən xoflanan bu cavan oğlanın bu halına baxmaq çox ağırdı. Amma İlham, sənin kimlərinin günahı ucbatından düşmən tapdağı altında qalan yüzlərlə kənd və şəhəri,
hələ də azad olunacağını gözləyən minlərlə əsir və girovu yada salmaq daha ağırdır. Şuşa şəhəri 1992-ci ilin mayında əsir düşüb. Azərbaycan şəhəridir. Əvvəllər burada Azərbaycanlılar və az da olsa ermənilər yaşayırdı. Elə indi də burada ermənilər və Azərbaycanlılar yaşayır. Ermənilər bizim uzun illər boyu tikdiyimiz yaraşıqlı və rahat binalarda, Azərbaycanlılar isə məşhur Şuşa həbsxanasında. Gecə-gündüz Şuşada, öz doğma şəhərində min bir təhqirə dözə-dözə işləyən əsir Azərbaycanlıları deyirəm. Ermənilər, bura yolu düşənlərə əsirlər bizim şəhərin rəmzidir deyir. Azərbaycan əsirləri küçə süpürür, ermənilər gəlin köçürür. Əvvəllər biz bulaq başında, cıdır düzündə kabab çəkib öz sağlığımıza içirdik. İndi isə ermənilər bizim sağlığımıza içir. Amma hamımızın yox. Belə gözəl şəhəri onlara təslim edənlərin, yəni İlham kimlərinin sağlığına. Görəsən, ermənilər bizim hamımız haqqında nə düşünür? Bunu bilmək yəqin çox maraqlı olar. Yaxın oturun və diqqətlə qulaq asın. Когда по-русски говорят, семья без урод не бывает, я считаю, что эти проклятые турки урод всего мира. Bunlar da əsir düşmüş, nə vaxt azad olunacağını gözləyən ana və bacılarımız, uşaqlarımız və qan qardaşlarımızdır. Nə qədər ağır olsa da diqqətlə baxın. Böyük siyasi oyunların piyadasıyıq deyib öz-özünə təsəlli verənlər. Axı bir həqiqət də var. Bəzən zəif piyadalar rəqibin ən güclü oyunçularını udur, hələ onların şahını mat da qoyur. Piyadalar heç olmasa özlərini qorumağa bacarmalıdır və onlar bunu etməyə borcludur. Müharibə deyilən bu qanlı oyuna hakimlik edənlərin mərhəmətinə yox, özümüzə inanmalıyıq. Özümüzü özümüzdən, yəni İlham kimlərindən qorumalıyıq və nicatımızı öz gücümüzdə görməliyik. Özünü qoruyanı Allah qoruyar. Başçı olur. Axırda bax belə ölüm cəzası alınca, belə adi bütün çətinliklərə dözən əsir olaydın. Özün demişkən o 66 nəfərin içində olaydın da. Yəni bu başçı səni seçəndə bir fikirləşmədin ki, bunun sonrası da var. Mən fikirləşmədim ki. Dominikayla Montrevkanın döyüb oyuna qolandan sonra mən nə edə bilərdim ki? Yoxdur, deyə səni onlar başçı eləmək, bu İlham düzün danışaq da. Danışaq da düzün. Onu görün, uşaqlar da var. Onlar öz gözləri. Yaxşı, başqalarını deyə eləyə bilmədilər, səni elədilər də, hə? Hayır, ona görə ki, başqalarına deyəndə başqaları razılıq verirdi. Başqaları razılıq verirdi, dayı səni deyə niyə başçı eləmək istəyirdi? Ona görə ki, onlar deyirdi, bizim dediyimiz olmalı. Sən kimsən ki, sən narazılıq verirsən, istaş olmaq. Və sən də nə görmüşlər ki, sən başçı olasan? Hə? Ona görə ki, orada türmədə olan köhnə adam mən idim. Nə fərqi var, köhnə oldu, tez oldu. Fərqi ondadır ki, türmənin bütün işləri kameranın, ermənilərin bizim üstümüzə qoyulub qanunu gərək hər kameraya girənə mən danışadım ki, ermənilərin belə bizə qanunu var, o qanunla getməliyik. Ermənidən o qədər qorxmurlar. Orada biri var idi, Cona idi, bir də Qoru idi. Ondan o qədər qorxmurduq, İlhamdan qorxurduq. Yusuf da indi Condur, 2 dənə, 3 dənə vuracaq, cəhənnəm görür. Şürk olacaq. Amma İlhamın o İqora döyməyi, ona elə zülüm verməyi, bunu Allah da bağışlamaz. Yaxın günlərdə Qobustanda oldum da, orada əsirlər özləri də danışırdılar. Əsirlərin başına min bir oyun gətiriblər də. Və sənin yanında o Azərbaycanlıların başına oyun gətirəndə sən nə fikir eləyib? Bu 60 yılından gəldim, mən onların şəklini qəzetdə gördüm. Qəzetdə gördüm onların şəklini, mən otdum ağladım. Şu kamerada dedilər, niyə ağlayırsan? Dedim, mən də istəyirəm o uşaqların içində olum. O uşaqların arasında olum. Qoyurlar məni söysün,
Qoyurlar məni döysün. Ancaq mən də istəyirəm o uşaqların içində olum. Əsir düşmüşəm, postdan qayıdarkən atla bir dənə də silah avtomat yanımda da yoldaşım dumana düşmüşəm soğuğunda. Əsir düşmüşəm. Sisiyan rayon Şaqaq kəndini. Oradan 1-2 gün saxlayıb oradan aparıblar İrəvana. Orada məni ayırıblar, mən adda elmi bu uşaqların heç birini görməmişim. Mən erməni siyasi dustaqlarla yatmışım. Hər cürə mənə işgəncələr verdilər, tez-tez iynə vururdular arxadan. Çıxardırdılar şəhərə, sürüyürdülər, bulvarı gəzdirirdilər, bütün rayonları gəzdirdilər. Ki, baxın, türkdür bu. Baxın, ayağımdan kəndir bağlı, özümü bilmirdim. Bütün şəhərdə qız gəlin hamısı gəzir. Dilimi çıxardıb asfalta sürtürdülər, buradan çəkirdilər kameraya, fotoaparatla çəkirdilər. O qız gəlin ayaqqabısını aparıb oğlanların dilimi sürtürdülər, buradan şəkil çəkir. Elə öyrətmişlər ki, iynə vururdular, bagajnik açılan kimi, Rusitdə kimi gəlib girirdik bagajnik. Hər cürə işgəncələr. Suyu tökürdü yanbara, qarnıma qoluq naroşnikdə yatırdı. Mənim ən ağır günlərim mənə dağ vurulma günlərim olub. Bədənimə dağ vurulma günlərim. Ən ağır günlərim olub. Nə formada, nə cürə vurublar yanına? Xəs vurublar. Dağ başıqlar xəs olmasında. Nə səbəbə görə? Səbəbi o idi ki, silahlarımızın, texnikalarımızın yerini soruşdular demədiyimə görə. Onu elədilər, dağ basdılar. Döyüblər, hətta döyülməkdən başqa da başımdan yaralayıblar. Güllə atıblar, yarılayıblar. Güllər nəyə görə elə belə atmışdılar, yoxsa? Elə belə öz keyflərini yiyib zirkə. Tutka qoyublar başına, mənim yanımda da gördüm. Tutkanı qoyub başına, aralda deyir ki, dur. Nişan atırdı, elə belə, nə bilim, onun nəviz nədir, dəydi, dəymədi. Elə o da tutkanı qoymuşlar, deyə bax, buradandır, bax belə. O üçün, biraz aşağıdan götürmüşlər də, gözcüsü. Tutkan da sındır ama başına dəydi, yıxıldı, o üçün. Sonra biz götürdük, gətirdik. Sonra gizlətdilər. Güllər yerində xoşunu itirmişlər. Sonra gizlətdilər bunu, heç kəsə demədilər. Sonra Krasnı Pres bildi, hətta özümüz dedik, qorxurduq deməyə ki, sən bizi döyüblər. Demək səni başa butulka qoydular, Furqan qoydular. başladılar atmağa, neçə güllə atdılar, yəni? Çox atılır. Yəni çox atdılar, Axırı biri dəydi. axırı biri sənə dəydi də, başa dəydi. Neçə dəfələrlə əlimdə saxlamışam, əlimdə vurublar. Özüm saxlamışam, saxlatdırıblar. 10-15 nəfər mənim yanımda döyə-döyə öldürüblər, tab gətirməyib, ölüb. Toka da veriblər. Ondan güya bu ermənilərin genosid günləri var, 24 aprel. Həmin günü 2 dəfə şahidi olmuşam ki, biri 94-cü ildə, biri 95-ci ildə güllə ilə vurub öldürüblər, genosid günü münasibət ilə. Bəzilərini aparıb qurban kəsirdilər. Hər cür işgəncələrin şahidi olmuşam. Nə qədər günahsızları öldürüblər, gülləliyib öldürüblər, döyüb öldürüblər bizim yanımızda, bizim yoldaşları. Onu yaddan çıxmaq olar. Ot yeməyin üstündə uşaqları öldürür. Ot nə ki, bu otu niyə qırdın sən yedin? Ot yeyirdi uşaq. Bir dənə yumurtanın üstündə adam öldürüb. Bir dənə yumurtanın üstündə bir nəfər vermişdi, kimsə ustadanın bir insaflını verir. Onun üstündə gülləliyib öldürüblər. Adam öldürüblər, reş nəyin üstündə, döyürdülər, almatur nədir, lom nədir, hamısına qalıb döyüb öldürüblər. Heç ondan keçmək olar. Bugün sabah desində müharibəyə 100% hazır getməyə. Yaddan çıxan, heç bir vaxt yaddan çıxmaz o günlər. Sən bilən ölüm hökmü oxunandan sonra ölüm hiss edə bilmirsən? Ölüm hökmü oxumamışdan əvvəl hardasa fikirləşirdim ki, deyəli ki, 6-7 il iş verərlər. Patolog 10 il iş verərlər. İlham o sənin özünə də aiddir ki, özün də yaxşı bilirsən ki, orada sənin verməklə əskikliyə də hərəkət edib bilmir. Pək elə təmiz deyil mi? Pək elə deyil. Mən cəmləliyim artıq.
Olur, özünüz yaxşı bilir. Sizin de burası burada boyunuza koymuşsunuz. Bir sen yoğun. Olur, böyle söylediler çok olur. Senin yadınlarsa kork geldi, bizi gelip içmiştin, yan çekmiştin, kentin özünde kalmıştın sen. Biz düşmüştük yaşala fermeyi. İçmiştin, çekmiştin erşeni, geldi kork sana sürdü, avtomatla dövdü. Dövdü avtomatla, sen bizi söylüyün, ölün dedi, ana, başı koymadın, ne bizim otağına. Eləmişdin o hareketi, yalan dedi, demiştin. İlham əsr olmayıb. Orada cənnətdə yaşayırdı. Mən fikirləşirəm, sən Azərbaycana keçəcəksin, dərmanı fırtdan atıb özünü öldürəcəksin. Sən özünü necə özünü sıkıştırarsan ki, bu torpağın bir gəzirsən Azərbaycana. İlham Qurbanov əsərlərinin arasında hər bir söhbət olardısa, ermənilərə çatdırardı. Qurbanov İlham Sabir oğluna ölüm cəzası təyin edilsin. Ölüm kamerasında ölümünü gözləyən 25 yaşlı İlhama sağ ol deyib ayrılmaq çox ağır idi. Amma nə qədər ağır olsa da, tək ki bütün hökmlərimiz belə qəti olsun, tək ki günahı olanlar hamısı öz cəzasını, qəhrəmanlarsa layiq olduğu qiyməti öz vaxtında alsın. Yoxsa çiyinlərimizə düşən bu ağır məğlubiyyətin ağırlıq mərkəzi qəddimizi hələ çox əyəsidir. Mən mübarizəm və hamınızı mübariz olmağa çağırıram. Vəssalam, salamat qalın.